Siyəzən rayonuna gəlmişik. Beşbarmağın ətrafındayıq. Qarşımızda Beşbarmaq dağıdır. Dağısı duman olduğuna görə dağ özü görsənmir. Bu Beşbarmaq dağın üzərində müdafiə qalası var imiş. Qaladan dənizə tərəf uzanan müdafiə səddi keçirdi. Bu müdafiə səddi ilkin orta əsrlərdə tikilmişdi. İnşasında çiğ kərpiçdən istifadə olunmuşdu. Ona görə də vaxt keçdikcə çiğ kərpiç dağılmış və səddə yoxa çıxmışdı. Hal-hazırda bu səddən ancaq bir qalıqlar qalıb. Onları da izləmək biraz çətindir. Əraziləri gəzib bu səddin qalıqlarını müşahidə edirik. Gördüyünüz bu təpələr o çiğ kərpiçdən düzəldilmiş müdafiə səddin bir hissəsidir. Dənizə kimi uzanır və bir ucu da gedir dirənir Beşbarmaq dağına.